izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsi, Masazır girişinə, Masazır dairəsinə yaxın bir ərazidə qəşəng 2 mərtəbə 2 sot torba sahəsində 3 mərtəbə evimizi sizə təqdim edirik. Evimiz 3 mərtəbə tiplidir. Birinci mərtəbəsi görürsünüz. Yandan garajı var, altda böyük pomşeniyası var. Qəşəng üstü dekorativ qabancıq daşlarla yüzlənibdir. Həyət darvazası, asfalt küçə, 4 otaqlı 3 mərtəbə, 160 kvadrat yaşayış sahəsi, qaz, su, işıq, kupça, texniki pasport, kanalizasiya, hər bir xətti, kommunal xəttləri var, kupçası var. Əsas odur və ipotekaya yararlıdır. Həyətin yan hissəsinə keçmək olur. Buradan da zirzəmiyə biraz da olsa giriş qoyulub. Evin üzü bax bu cür qəşəng qabancıq daşla üzlənilibdir. Həyəti tarqovu daş. Bu vəziyyətdə əsas odur ki, yola yaxın kupçalı həyət evimiz yenicə satışa çıxıb. Qiyməti intizarda saxlamayım sizləri. 125 min manatdan satışa çıxıb. Real müştərilərə qiymətdə indirim olunacaq. Belə asma dartma tavan mövcuddur. Tavanda giriş hissə, mətbəx, sanitar qovşaq hissə, döşəmədən isitməli. Bu cür pilləkənimiz. Burada evin sanitar qovşaq hissəsi, 3 kvadrat yarım duş kabini üçün yer ayrılıb. Burada evin kladovka hissəsi və buradan zirzəmiyə, qaraj hissəyə keçid qoyulub. Alan olsa, bura pilləkəndə montaj edib giriş çıxış əldə edə bilər. Salon hissəmiz 26 kvadrat, qəşəng gizli işıq, spot lampalar. Öz həyətinə baxan pəncərə, stikli laminat, gözəl divar kağızları, böyük salon 26 kvadrat salonun sahəsi var. Mərtəbətimiz 14 kvadrat, döşəmədən isitməli, kermogranit metaqlarla döşənilibdir. Evə qədər su, qaz, kanalizasiya xətti çəkilibdir. Burada da öz həyətinə baxan pəncərəsi var. Bax bu cür 125 min manat real müştərilərə indirim olunacaq. Tələsin, Masazırın girişində vaxtlananlar videomuzu diqqətlə izləsin. Gözəl ev, hər bir tərəfi, 4 tərəfi qoşa daşlı inşa olunmuş evimiz. İkinci mərtəbəyə daxil olduq. İkinci mərtəbədə 3 yataq otağı, balkon, hol və sanitar qovşaq yerləşir. 14 kvadrat yarımlıq bir yataq otağımız. Bax bu cür gözəl şəkildə. 14 kvadrat yarımlıq isə digər ikinci bir yataq otağımız. Qəşəng fərqli divar kağızları. Evimiz döşəmədən isitməli, radiator sistemi evdə yoxdur. Yalnız döşəmədən isitməli sistem, istilik sistemi, kombi, bütün ev döşəmədən isitmə. Laminat da isti keçirici qabiliyyətinə malikdir. Bu da evimizin 3 kvadrat yarımlıq sanitar qovşaq hissəsi. İkinci mərtəbədə döşəmədən isitmə və duş kabinin içində yer ayrılıb. İkinci mərtəbəni görürsünüz, isitmə sistemi, kollektor sistemi burada yerləşir. Kombimiz zirzəmidədir. Buradan da evin balkonuna çıxışımız var. Bax bu cür balkon. 4 kvadrat öz həyəti. Qəşəng tarqovu daşlar görürsünüz. Darvazası var. Düz küçəyə açılır. Magistral trasdan evə qədər düz şüşə kimi açılır. Xatırladım, evimiz 2 sotda 3 mərtəbə, 160 kvadrat yaşayış sahəsi, 4 yaşayış otağı mövcuddur. 3 yataq otağı, 1 salon, mətbəx, 2 hol, 2 sanitar qovşaqdan ibarətdir. Qiymət 125 min manat, sudan ucuz. Buyurun hörmətli izləyicilərimiz, evimizi diqqətlə izləyin. Kimin üçün belə bir ev maraqlıdırsa, buyurub videonun yan küncündə qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilər. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.